Və yeni bir Roblox videosu ilə hər kəs salamlayıram. Görürsünüz ki, bu səfər öz şeylə davam edirəm, öz hesabımla. Yəni ikinci hesab yedək yox, öz şəxsi hesabımla davam edirəm. Demişdim ki, bu hesabla davam edəcəm. Yəni çarx alaq. Nə qədər 52 dənə çarxımız var. Çevirməyi düşünmürəm. Gəlin siz üst qatdan başlayaq. Mən bir dənə özümü görünməz, görürsünüz ki, bir dənə özümü görünməz elədim ki, mənim içimə keçirməsə oğurlayıb eləməsinlər də. Yəni üstü kilit deyək. Qulaqsımız taxa. Yaxşı səs gəlsin. İndi birincidən baxaq. Görürsünüz ki, burada bir dənə sink var, altın. Həm də festivaldir. Festivaldan toplamışam bunu. Bir dənə etkinlik gəlib orada eləmişəm. Yəni saniyəyə 596 min verir, 15 milyon alırsan. İkinci ən güclü ölkəmiz budur. İngiliz İmparatorluğu, yəni şeydir, British Empire. Ən son 12 milyon verir, çünki altındır. Üstüne kozmik da bursa 20 milyon var məncə. 20 milyar gördüyünüz kimi satın almaq olur. Ben bir alan kimi 4 trilyon barda pulum var. Gördüyünüz kimi 470 oldu. Avropa var, 90 min verir saniyədə. Heç nə yox üstündə. Magic Pipe var və ən zəif kimi istifadə eləmək olar. Bu ən zəifləri 4-5 minləri saxlamışam ki, ehtiyacı olanlara vereyim. Verməyən pul zada azdı onlara vereyim. Bu 2 nəfər beyz açıqlama heç nə yoxdur. Gəlin aşağı baxaq. Aşağıda qəşəng şeylər var. Şey var burada. Burada sink var 75 min. Saniye Koreya 300 min verir. Kiranka Cənubi Şimali Koreya. Buna şey görünməz elimdən özümü. Burada Fransız imperiyası var. Göy kuşağına Blood Road adlı şey qoyublar üstünə. Yəni 700 min vermir da bu saniyədə. Yəni Avropadan zaten belə çoxdur da yəni. Burada gördüyünüz kimi Kutsal Roma imperiyası var. 220 min verir. Üstünə göy kuşağı var ona görə. Tez kilitləyir üstümüzü. Neyse, dostluklarla yan bağlayayım. Burada yani Rusya var, yani 308 min verir. Yani Avropa var. En güclü ölkəm aslında buydu o şeyini almaqdan sonra. O İngiliz imperiyasını almaqdan sonra. Burada Vatikan var. Gəlin Vatikanı sizə göstəreyim. Grab. Gördüyünüz kimi Vatikan, baxın burada sarı, balaca sarı. Yəni o qədər balacadır ki, yəni bu qədər çox şey verir. Burada gördüyünüz kimi Atlantis var. 5-6 nəfərin içində görünməz olub həqiqətən bunu almağım çox yaxşı oldu. Yəni 1 milyon verir, üstünə altın var deyə 1 milyon verir. 1 milyon 25 250 min verir. Yəni öz normal halı 9 binli ya 1 milyondur. Həqiqətən çox yaxşıdır. 4 dənə rebitim var. Artırmağı düşünürdüm amma pulum çox oldu deyə artırmadım. Oyunda ikinci neydi onun adı? İkinci varlığı. Qıqış gəlib bilmirəm niyə vurur bizə. 24 saniyə varmış deyə yəqin. 54 dənə spinimiz oldu. Gəlin spin çevirək. Onunsa 2 qat şanslar yoxdur burada. Hər dəqiqə nəsə yazırlar. 2 qat olsa şanslar yoxdur. 20 saniyədən sonra kilitləyəcək. Yəni görünməz olum yenə. Yəni dediyim kimi 10 rebit olan yəni bir dənə içsə keçirmə bir şey var. Onunla adamı içsə keçirlər. Ölkələrinə uğurlayırlar. Ona görə görünməz olub eləyəm ki, görməsinlər məni. Şeyə baxaq orada marketə. Robux mağazası da, ya Robux. Alət mağazası. Baxın 10 yenidən doğuş, vücut dəyişimi. Və bunu alan yəni dəyişiyor. 50 milyon diyor özdə. Avtobay eləmişəm. Biri Bobin kampaniyasıdır, bir də ki, görünməz şeydir. Revit üçün əvvəlki 80 milyon pul lazımdır. Ya 10 dəqiqəlik kilitləri. Xəritədə rahat dolaşa bilərik. Burada mağazada şey var, aşağı gəlsə sonsuz paket var. Hər dəqiqə verir burada. 2 dəqiqə şey verir, dəncə də pulumuzu toplayaq. 5 trilyon eləyə biləriz görəsən. Görüm sıralamada ola bilərəm mən. Görüm. Get. Desən 100-dən başlayır, yoxsa yox ola. Desən 100-dən başlayır. 109 milyar. 9 milyar çatar, o qədər də çox deyil. 811 milyar olur. Malayziyanı satıyorum. Ən zəif ölkədir bu. 100%. Nə qədər yazırsınız? Ancaq ruslar yazır, elə bil. Gedək. Pul toplamıram. Və İngiliz imperiyasından burada da var. Gəlin bir dənə şey alım İngiliz imperiyasını sizə görün. Heç oğurluq alıram ya. Nə vermişəm? Morocco, Mərkeş, Çili, Danimarka. British Empire. Yəni gözləyin. Baxın burada altın idi o. Altına giririk baxın. Ən axırıncılara demək olar buradadır. Baxın burada sınırlının yanındakıdır. Atlantis'te gördüğünüz kimi buradadır. Burada şey var, Ottoman Empire var, Osmanlı İmperiyası. Onu kiməsə verdim, Çekoslovakiyada var idi.
Dostuma da verdim. Gəlin İngilis imperiyası 14 milyar oldu. Yəni çaya çıxım. Yəni bunun boyuna baxın. Yuxarı çıxa bilər bir dəqiqə. Nəfis o. Yəni bunun böyüklüyünə baxın dostlar. Həqiqətən çox böyükdür. Yəni xəritənin çölünə çıxar da yəni bu. Beysin çölünə çıxırsa xəritənin çölünə çıxar. Hələ bu Rusiyada var, Rusiyada çıxır. O qədər böyük deyil amma Rusiyada çıxır. Bunun ərazisi bir 30 neçə milyon olmağı, əminəm 30 neçə milyon olmağı var. Yəni Osmanlıdan böyükdür. Yəni çoxu deyir Osmanlı bundan böyükdür amma bunu görmürsünüz adaları nə qədərdir. Yəni adaların kiçik olmasına baxmayaraq yəni bu böyükdür Osmanlı. Osmanlı demək olar 2 qatı ola bilər. Yəni 40 milyona yaxın ərazisi olmalıdır. Mənim düşüncələrimə, fikrimcə. 27 saniyə. Heç oğurluq eləyənmədik. O birisi hesabda oğurluq elədik bir iki dənə. Biz zəifdən başlamışdıq deyə oğurluq eləyə bildik. 20 saniyə var. Buradan peşini götürməm. Bir dənə İngilis imperiyasını götürsəm bura. Pers imparatorluğu da var, onu da götürmüşəm. Çekoslovakiyanla başqa şey var, onu da götürmüşəm. Bir dəqiqə bunu belə eləyim. Bunu alaq. Bir alan olacaq. Deyə gəlib aldılar. Baxın bunu deyirəm. Qıram mənim deyə bu. Sən niyə alırsan? Mənimdir. Sən kimsən qıqa? Mənimdir bu. Qarşı çaşır. Deyir ki qıqa mən alacam bunu. Vurur get vur. Nə var mı qıqa? Qıqa mənim deyə bu qıqa. Sizin pulunuz desən çoxdur. Qıqa bizə də verin də qıqa. Biz də almaq istəyirik qıqa. Biz də almaq istəyirik qıqa. Qoymayın da. Mən niyə vurursunuz? Allah bəlanı versin. Ay Nihmətdir, Nihmət adı nədir, kimdir? Hansı bəd baxın balasıdır. Allah cəzavı versin. Sənə görə getdi. Qardaşın puluna baxın. Bir dənə baxın. Dostum deyir. Görürsün məndən çox pulu var. Həqiqətən mən kömək eləmişəm ona. 4 dənə rebit var idi elə. Gördüm pul azdı. Həqiqətən çox şey vermişəm ona. Pers imperator zadı vermişəm. Ben bunun için Pers imperator zat vermişəm ona. Onun yeri hardadır? Adı Mehmetdir nədir? Hadi buradır. Qrenlanddır bu. Mehmetin yeri deyə buradır. Deyə Pers imparatorluğu. Deyə bəxt gəlmişdi bura. Pers imparatorluğunu vermişdim ona. Avropa ilə Rusiyaya baxırsan. İndi də gəlib üzümə qayıdır. Görürsə yəqin ki. Yaxşı versən, pisliyi görsən həqiqətən. Bundan sonra məncə Skywars bölümü gələcək. Yəni Skywars bölümü atmağı düşünürəm. Yəni sizə Robloxda ya Roblox kimi oyunlarda hansı oyunlar oynamağımı istəyirsə yazmağı unutmayın. Yəni Robloxun içində 1 milyardan çox oyun var. Yəni çox oyun var amma yəni çəkə bilərik. Top Sports. Heç bir dənə də bağış eləməmişəm. Solid atak olar görsən burada. Solid atak eləyir. Görüm Solid atakın adı var burada. Sammy. Mən Sammy deyil bu. Sammy'nin şeydir, fake hesabıdır. Sammy. Görüm bir dənə şey var burada. Solid atak. Ama 20 min şey xərcləyiblər. Burada Solid atak məncə olanmaz burada. Yəqin o zaman məncə ola bilməz. 20 sıralar gəldi. 30 min, 40 min, 50 min. 142 min xərcləyib. 142 min xərcləyən olub bilir. Nə qədər şey alıbsa. 30 şey gəldi. Görüm. Buradan 9 milyar gəlibsə, İngilis imperiyasından 50 milyar gələr yəni. 70-80 milyar. 100 milyar olsa, dəqiq alsam 4 milyar 200 milyonumuza dolar. Neyse dostlar, Beysimə 10 üzərinə neçə verdiyinizi yorumda yaza bilərsiniz. Yəni həqiqətən məncə ölkələrim yaxşıdır. Yəni bir dənə festival var, yəni bəzi ölkələrin üstündən görə bilərsiniz. Festival şeyini. Festival şeyini, deyil festival. Belə bir festival var idi. Yəni aşağıda 2 qat şans deyil də 99 üstə şans var idi. Göy qurşağı, kozmik event, magma event ad gəlmişdi. Şans əsəri girmişdim ora. Bağlamaza qapını. Bağlayıb bağladı. Şans şey gəlmişdi, şans effekti. Elə bütün ölkələri oradan götürmüşdüm. Gördüm hər bir ölkələri dedim mən də alım. İngilis imperiyasında gizlincə almışdım. Oğurlu eləməmişdim. Neyse dostlar, gələn videolar görüşərik. Abunə olub like atmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.